valideynlərin uşaqlarını dini yaşamağa məcbur etmə haqqları varmı? Bilirsiniz, hər bir insan müsəlman kimi doğulur. Sonra onun valideynləri onu məcusi eləyir, cühud eləyir, bir də xaçpərəst eləyir. Hər bir insan, övladı müsəlman kimi doğulur. Yəni, tək Allahı tanıyır və sən ona şərik qoşmur. Lakin valideynlər, bilirsiniz, valideynlər məcbur eləyə bilər. Valideynlər başqa şey məcbur eləyə bilərlər. Məsələn, oxumağı. Məcbur eləyə bilərlər. Eləyirlər. Yoxsa oxumağı da məcbur eləmirlər. Yəni, dünyaya aid olan məsələləri məcbur eləmək olar. Axirətə aid olan, dünya və axirətə aid olan məsələlərə məcbur eləmək olmaz. Onda məcbur eləmək, onda toxunmayaq heç nə. Nə istəyirlər eləsinlər. Avropada bəzi ölkələrdə hətta neçə yaşacan, sən deyə bilməzsən ki, bu oğlandır yoxsa qız. Neçə bir yaşa çatandan sonra özü seçəcək, bu qızdır və ya oğlan. Avropa aşiqlərini deyirəm bunu. Məcbur, bilirsiniz, tələb eləyə bilər. Necə ki, tələb eləyir oxumağı, necə tələb eləyir bunu eləmə, necə tələb eləyir bunu elə, necə tələb eləyir bura getmə, bura get. Valideyn məsuliyyət daşıyıraq öylədir səndə. Əgər biz toxunmasaq, indi nə baş verəcək? Məsələn, indi nə deyim? Məsələn, valideynlər dini cəhətdən savadsızdırlar. Sən məsələn, uşağı toxunma. Uşaq onsuz da telefon əlindədir. Telefonda da hər şey var. İşi dinləyəcən dəvət edir telefonda. Əl-qaidə. Hələ mən başqalarından danışmıram. Valideynlər də xəbəri yoxdur. Valideyn heç baxmır, uşaq nəyə baxır, hansı qrupdadır. Sənin uşağı onsa dəvət edirlər, sən eləməsən də. Ona görə valideynlər dini maarifçiliyi artırsınlar ki, belə olanda desinlər, bu düzdür, bu fikir səhvdir, başa salsın uşağı. Elə radikallığın düşməyinin səbəblərindən də biri valideynlərin savadsız olmasıdır, dini cəhətdən. Ümumiyyətlə, əlbəttə valideyn məsuliyyət daşıyır. Valideyn istəyir ki, məsələn, övladı narkomaniyadan çəkinsin və s. Çünki bu saat cəmiyyətdə belədir ki, sən dinsiz uşağı qora bilməyəcəksən. Düz deyə bu mütləq şəkildə deyil, ola bilər qonulsun, lakin az olur. Amma din belədir ki, ərdən dinlə də çaşmaq olar, mən demirəm. Ancaq ümumən baxanda, çünki valideyn deyəndə uşaq çıxır bayrağa öz bildiyini eləyir. Dostları nə deyir? Amma dini başa salanda, uşaq çıxanda dini nəzərə alacaq. Uşaq oturanda məclisdə cürbəcür fikirlər söylənəcək, o deyəcək, yox, dinim qadağan edir mənə. Din əslində tərbiyə üçün ən böyük vasitələrdən biridir. O, bilirsiniz, sadəcə bizdə savadsızlıqdır. Radikallıqla İslam dini səhv salıblar. Ona görə istəyirlər ki, radikallıqdan uzaqlaşdırsınlar, tam kəsirlər. Sən tam kəsə bilməyəcəksən. Tam kəsə bilməyəcəksən və bu işte yaxşı əlamət deyil, bəli. Əlbəttə, valideyn çalışmalıdır, övladı əxlaqlı olsun, elmli olsun, ibadətini eləsin, bəli.